Herkese salam. Eğlence Toplum kanalına hoş geldiniz. Bugünler sizlerle birlikte başımızı size sokma oyunu oynayacağız. Bu arada bize çoxlu yorumlarda, əsasında mənə çoxlu yorumlarda güzel sözler yazmışsınız. Hiç Yusuf'la Nazlı'nın adını seçmirlər ki, onlar çox. Bu arada Nazlı demişken Nazlı rayondadır, özü için şeftedir ve seviye sürüyorda. Bu günləri biz anama suallar verəcəyik. Anam da bizə deyəcək hansımız başımızı soxmalıyıq. Hansımız deyəcəyik? Hə, ikimizin də başına uygundursular. Hə, gəlin çox danışmadan videoya 1, 2, 3 keç. İndi anamın sağlığınızı verək. Ən çox təcəlli eləyən. İkimizdə. İkimizdə. Onda sən mənim üçün olmaz. Videolarda görürəm ki, üzü siləndən olur, qoy yüzünüz soğusun, amma həqiqətən də Pisdir. anlamı var imiş. İndi keçək. En çok kitap okuyan. Ən çox kitab oxuyan Yusifi çox görürəm. Zeynəb arada bir elə bir ki az oxuyur. Məncə Yusif çox oxuyur. Zeynep gözü sen görünüyor. İndi bunu mən oxuyuram. Ən hırslı. Ən güclü Yusif. Yaxşı bas onu, yaxşı bas ona görə. Ya bir dəfə şansın var ya, yaxşı bas. Ay, İndi bunu. Hə, indi oxu. en dağlaşkan. Zeynəb. Küçədə bütün uşaqlarla savaşıb gəlir. Olmasın. Biraz bu tarafa koyun başım çok. Sil. Tez ol. Biləcəm. Buramız. Ben de Mən oxuyuram. Ən səbirsiz. Ən səbirsiz də Yusif. En sebepsiz hardan hara getdi neyse. En çok musiki dinleyen. Zeynəb. En çok musiki dinleyen. Boğuldu. Mən gün neyləmişdim? Ayda. Yəni biz belə olmaq zorundayıq. Hər qardaş batı mütləq belədir. En çok yatan. Ən çox yatan əslində Nazlı'nın başa girməliydi suya. Ona görə də ikinci Zeynəbdir məncə. Zeynəb getdin əldən Zeynəb. Uşaqlar bir şey danışacağım. Bir dəfə sıçan var idi bizim aramızda, aralıqda. Belə Tamam. su tapmışdı. Çıxmışdı kanalizasiya. Belə idi. Zeynəbin dostu sana o qədər. Hə, nəysə. En çok danışan. Yusif. Ay boğuldu. İndi mənəm, əlimi çək oradan. Ən səbirsiz, ən səbirli. Səbirli. Səbirsiz. Səbirsiz də Yusifdir. Səbirsiz. Ən səliqəli. Ürəyim bulandı. Ən səliqəli kimdir? Zeynəb. Ən səliqəli Zeynəbdir. Əslində heç biri deyil. Amma ki bir sirr açım ki heç biri səliqəli deyil. Tamam biraz da. Nazlı səliqəli deyil. Amma Zeynəblə Yusif İkimizin arasında. ikimizin arasında Zeynəbdir. Ay boğuldu. Yusuf başının yarısız oldu. Böyle olsun, böyle. Ona evde mi oturuyorsun? Bir soruların yarısındayım. Uşaqlar, hər birinizin, bizi sevənlərin hər birinin biz də sevirik. Bu arada kanala abunə olub like atmağı unutmayın. Hele like atın. 10 saniye vaktimiz var. 10. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Bu arada axırıncı videomuz çox izlənib. Hələ biri yazıb ki, Zeynəb səni hamıdan çox istəyirəm. Hamını çox istəyirəm. Ben Yəni, olsaydım ben de başqası çok arasında. isteyerdim. Səni çox istəyirəm. Yusif elə də yorum yazın. Görüm Yusifi kim çox istəyir. Uşaqlar, bu arada buradan bizi çox istəyənlərə salam deyirəm. Əsasdan Nərmin. Nərmin. En pinti.
Yusif, necəsən? Hə, indi denən necəsən? Bir şey değil. Her gün bir şalvar giyinirlerdi. Şalvar götürüp bura atır yani o kadar pildi. En çok raks sevdim. Başının yarısına qədər saxla, biraz yavaş. Hə. Çox saxlaya bilərsən, amma yazıqdır. Başının ortasına. Hə, yaxşı. Yusif, burax öldü. Yaxşı. Bilirlər ki, məndən intiqam alacaq, hə. Ən mehriban. Ən mehriban Nazlı. Yox da ki, ikimizin arasında. Bilirəm ikimizin arasında, amma ki... En mehriban Yusuf. Zülfiyaların Zeynəb ən... Əslində ikimiz də mehribansız baxır harda. Ona görə də ikimizi də deyirəm. İkimiz də bir-birimizi salın. Yaxşı. Ay Yusuf! Çok da hemen güzgüde özüme bakıp gelirim. Hə, başladıq. Ən qısqanc. Ən qısqanc Yusif. Yox. Yusif qısqancdır. Yox. Yusif qoymaq istəmir ki, Zeynəb bayıra çıxsın. Yəni paxıl qısqancı yox ha. Belə sadəcə elə bir ki qısqanc. Ay yo. Bunun kellesi öz kiminde yani ben size böyle diyeyim. Yaxşı. Kimi de olmuş. Nasıl olacaq? Bunu əsl yayda çəkməliydik. Biz yaya Şimdi yayda düşünürdük. promo Yayda çox qəşəng fikirlərimiz var. En İştahalardı. lovğa. Ən lovğa. İkisi də. Oo, yaxşı, bəsdir boğuldu. Bitti. Bura axırıncı mən deyim, axırıncı qalıb. Axırıncı qalıb. Orada axırıncı qalıb. Anası Ən çox anasını sevən. Mən yazmışam suallar deyim. O yaxşı boğuldu. Buraya çevirdi. Yaxşı. Bu videonun bir tane açsaq aşkarlığı ilə elə necə var elə də verəcəm. Qayıma. Birinci sualı anam özündən ilə. Hə, mən bir şey sual vermək istəyirəm əslində. Burada hamı hərə özünü tanıyıb öz başını soğacaq. Heç kimin başını, yəni heç nə eləməyəcək. Sadəcə deyirəm. Her şey sen Ən çox çalan. Kim iki alıbsa o başını soxsun içəri. Bir dəfə də olsa o iki Anam alıb. benim. Uşaqlar, nətər, yəni belə dərsimi yaxşı oxumuşam. Amma ondan fəal stres çox da eləyə bilməmişəm. Ona görə çalmışam. Yusuf'a can cırmatan bir üçün. Mən də çox deyilim. Yox, bu ilə ümumiyyətlə heç kimin ikisi yoxdur. Əslində çox qəşəng oxuyursunuz, şükür Allaha. Toplam 5-ci, biriniz 5-də oxuyursunuz, biriniz 4-də oxuyursunuz. Birinci sinifdən bu qədər, hə? Birinci sinifdən mən 2 dənə almışdım. Yəni summativdən. Amma qalanları yox. Qardaşım bir dəfə almışım. Yaxşı soğuq, ona görə iç aldığına görə yaxşı başmasa. Yaxşı, bəsdir, boğmağa ehtiyac yoxdur. Uşaqlar, mən desə başımı suya soğanda tüpürcəyim çox ağırmışdır. Çünki Hə, axırıncı sualı verirəm. yox, biraz sənə də tapsa. O xoşuma gəldi deyəsən Yusuf. Yaxşı. Bu sualları yazmamışıq deyən, ona görə düşünə bilərəm birazca. Və düşünüm gəlib. Ən çox dənizdən qorxan. qardaşım. Mən özüm soxacaqdım. Hə, sox. Zeynəb, sən dəymirsən? Yox, sən dəymirsən Zeynəb. Axı bəyaqlarım o mənim üçün soxdu. Yox, soxmadı. Soxdu. Sizə kommentlərdə. Hə, oldu, düzdür. Bu dəfə sənin olsun. Bir dəqiqə. Ən çox gəzməyə getmək istəyən, harasa gəzmək istəyən. Amma sən mənim səhvimsən. Gəzməkdən ötürə dəli divane olan Zeynəb. Eləmə də Yusuf'u. Ay bu. Yaxşı uşaqlar, kanalımıza Abunə olmağı, like atmağı,